ay bitən məhsullardan danışmaq istəyirəm. Bu qutu boşdur. Çünki məhsullar bu qədər tez müddətdə bitmir. Bəs məhsulların vaxtı keçirmi? Keçə bilər. Məsələn, bir məhsul alırsınız, onun üzərində bitmə vaxtı iki formada göstərilir. Bir rəqəmlərlə son istifadə müddəti, bir də qapaq açılandan sonra istifadə ediləcək bir müddət. Bu işarə qapaq açılandan sonraki müddət var. Məsələn, siz məhsulu indi almışsınız, ancaq bir il sonra açacaqsınız. O demək deyil ki, bunun vaxtı artıq bitib. Qapağı açıldıqdan sonra. Qapaq bağlı qaldığı müddətcə bu məhsulu siz 2028-ci ilə qədər saxlaya bilərsiniz. Ən tez bitən məhsullardan biri nəmləndiricilərdir. Çünki nəmləndiriciləri gündə 2 dəfə istifadə edirik və onların tez bitməsi, bəli, bu şübhəli hal deyil. Bəzən məhsulların üzərində istehsal istifadə müddəti tarixi illə göstərilmir. Onun üzərində sadəcə qeyd etdiyim bu işarə olur. Bu işarə də hansı ki, məhsulun qapağı açıldıqdan sonraki istifadə tarixini göstərir. Çox gec bitən məhsullar isə adətən kompakt formada olan bronzerlar, kirşanlar və ənliklərdir. Hətta onların istifadə müddəti digərlərinə nisbətən daha çox olur. Kosmetik vasitələrin istifadə müddəti 12 aydan 30 aya, hətta 40 aya qədər dəyişir. Məsələn, bu məhsulun istifadə müddəti qapaq açıldıqdan sonra 30 aydır. Ən tez bitən və bitirməli olduğunuz əsas məhsul SPF-lərdir. SPF yoxdursa dərimizdə erkən yaşlanma, qızartılar, günəş ləkələri, dəri ləkələri, geniş məsamələr yaranma şansı daha çoxdur. Transparan kirşanlar, yəni toz halında olan kirşanlar, onların da istifadə müddəti hətta bir gün də ola bilər, əgər əlinizdən yerə düşüb dağılacaqsa. Yoxsa belə onun istifadə müddəti 20 aya qədər çəkir. Məsələn, mağazada bir məhsul əlinizdə götürürsünüz və onun üzərində artıq 2025 və yaxud da ki 26 qalıb. Qapaq şəkli olan stikerin üzərində 20 ay yazılıb. Bu məhsulun əgər qapağı açılmayıbsa, siz onu açdıqdan sonra 2025-ci bu ildən etibarən növbəti 20 ay ərzində də istifadə edə bilərsiniz. Krem məhsullarının qapağı açıq şəkildə qalarsa, quruya bilər, rəngi dəyişə bilər və yaxud da ki kiflənə bilər. Buna görə bunu nəzərə alıb bütün məhsulların qapağını sıx-sıx saxlamaq lazımdır. Qapağı açılmış heç bir məhsulu sınamayın. Soruşsanız ənliklərin bitmə vaxtı nə vaxtı? Əlinizdən düşüb qırılana kimi. Belə, bu qədər. Bu ayda heç bir məhsulu bitirmədik.